Hamınıza salam dostlar, necəsiniz? Mən Məryəm. Dostlar, bugün sizlərlə bərabər aşağıdan da gördüyünüz kimi sabahlama vlogu çəkəcəm. Və mən artıq bir aydan bayağı bir çoxdur ki vlog ata bilmirdim və necə vloglarda aktiv ola bilmirdim. Çox üzr istəyirəm izləyicilərimdən, sizi vlogsuz qoydum. Amma geri döndüm. Vaxtlarım uymurdu. Ya da ki vlog çəkirdim, bəyənmirdim, silirdim, ya da ki editləməyə vaxt olmurdu, silirdim. Ona görə üzr istəyirəm. İnşallah yenidən aktiv olmağa olacağam. Aktiv olmamağımın çox səbəbi özümdən asılı bir şeydir. Özümdən asıldı zaten. Çünki dostlar video çəkirəm. Hətta əgər o videoları silməsəydim, hardasa bir 5 vlog falan olmuşdu. Atmışdım 5 vlog. Necə dostlar taxıntılı biriyəm. Məsələn bu videoda bir hərəkətim səhv oldu ya da bəyənmədim. Ya saçım pisləşdi falan. Amma həmən silirəm. Zaten videonun orada keyfim qaçır, bəyənmirəm. Həvəsim ölür, videonu silirəm bəyənmədiyim üçün. Amma bu dəfə elə olmayacaq. Artıq yəni necə olursa olsun vlogu atacağım. Çünki çox aktivsizlik oldu kanalımda. Yəni vloglar ata bilmədim. Sizi bayağı bir vlogsuz qoydum. İnşallah aktiv olacağam yenidən. Və dedim ki, çox istədiyimiz sabahlama vloqunu çəkim. Maraqlı keçəcək deyə düşünürəm. Bu arada saat heç 11 deyil. Ona görə hələ vaxta var, yəni hələ sabahlama vloqumuz başlamayıb. 12-dən 11 tamamda başlayacaq. 1 saatımız var hələ. Belə sıxılam. İnşallah oyaq qala bilərəm. Əslində dostlar, dünənlər saat 5 idi yatmışam. Dünən 5 idi yatmışamsa, bu günlər dostlar saat 2-də durmuş. 2-nin yarısı durmuşam. Okey, duracağıq. Və nələr edəcəyik? Dostlar, mən də bilmirəm nələr edəcəyimizi. Mənə sual, mən bilirsiniz, anket qoymuşdum, burada qoyacağım. Bu arada Novruz bayramımız mübarək, Ramazan bayramınız da mübarək. Tutduğunuz oruclar Allah qəbul eləsin. Bayramınızı da təbrik eləyirəm. Sevdiklərimizlə hər il bir yerdə olasınız. Və mənim saçıma nələr işlədirəm, onları soruşmuşdunuz. Vlogda deyəcəm. Ürünlərimi göstərəcəm. Və və baxım axşamda eləyərik bugün. Baxım eləyərik. Zaten hər gecə eləyirəm mən. Vlogumda da göstərirəm baxımı. Belə. Çox qəbul bir şey oldu. Mən yatdım. Mən bayaq yatdım. 20 dəqiqə yatdım. Öz-özümə oyandım. Sonra video çəkəcəm. Saat neçədir baxdım. Saat heç 12 deyil. Şükür, hələ də 12 deyil. 12. Baxın, saat 12-nin yarısıdır. Biraz yuxum gəlir. Belə. Belə. Dostlar, sıxıldım. Dedim ki, televizora baxım. Çünki yuxum gəlir. Çay içirəm. Belə. Dostlar, indi mən kinosuna baxıram. Mən dostlar kinoya baxan deyiləm. Davamlı kinoya baxmıram. Şahanə həyata baxıram. Belə davamlı kinoya baxan deyiləm. Bir də filmə baxan bir deyiləm. Yəni qabağıma gəlsə baxıram. Mən bilirsiniz ki, dediyim kimi zaten bayaq sizə anket qoymuşdum ki, məni görsəniz nə sual verərsiniz. Dostlar, çoxunuz zaten heç sual verməyib. Siz bir dənə sual verin, nə olub ki, hədəfləri nədir? Onu da deyəcəm indi sizə. Yəni, hamınız sual deyibsiz ki, hardan gəlir bu gözəlliyin və bəziləriniz də mənə deyirsiniz ki, Məryəm, dost olaq. Dostlar, hər biriniz mənim dostumsunuz. Takipçilərimə əsla, yəni izləyicilərim, yəni heç biri yad deyil mənə. Hamınız mənim dostumsunuz. Həm bir bacınız kimi, bir dostunuz kimi heç vaxt məndən çəkinməyin. Və həmçinin məktəbdəki takipçilərim də utanmayın, gəlin yanıma. Hamınızı bir-bir görürəm məktəbdə, hətta məni görürsünüz. Salam verirsiniz, qucaqlayırsınız, səni izləyirəm deyirsiniz və mən çox xoşbəxt oluram, çox sevinirəm. Utanmayın, gəlin. Bəli dostlar, indi sizlərlə bərabər saç baxım rutinimi zaten sizə deyəcəm. İlk öncə saçımı bununla uzadıram mən.
tam 2 aydır falan işlətmirəm. Bilmirəm niyə, amma yadımdan çox vaxt çıxır. Yadıma düşəndə bununla işlədirəm. Bayağı qəşəngdir. Bunu buradan almamışam. Bunu mən Ərəbistandan almışam. Və məncə bunu bilməyən yoxdur. Zaten bir ara gündəm olmuşdu. Zaten mən qurtarmışam. Az qalıb. Bunu saçımı isladıram. Yadıma düşəndə zaten vururam. Saçımı isladıram. Ucuna və diblərimə vururam. Saç diblərimə. Təzə saçlar çıxardır. Və o dönəmi heç sevmirəm. Çünki balaca çıxır buradan. Sonra zaten uzanır. Sonra dostlar bununla masaj eləyirəm. Bunu mən bu ilk gündəm olan vaxtlarında almışdım. Dözənməmişdim biraz endirmə düşsün. Bunu 3 manatda normalda qiyməti. Mən 6 manat almışdım. Aha, indi şampuna gələrsək. Hə, bunu elədim saçıma. Tam ən maksimum 6 ya da 10 dəqiqə gözləyirəm. Ondan artıq gözləmirəm. Dostlar, mənim əvvəllərim işlətdiyim bir şampun var idi. Zaten bunu iminli körpələr işlətmir. Bunu zaten daha böyüklər də işlədir. Dalin işlədirdim mən bir ara. Sonra saçı codlaşdırdığını eşitdim və saçım mənim aşırı codlaşmışdı. Zaten ona görə krem aldım, maska aldım özümə. Saçımın ucları plastik kimi idi. Yəni adı artırdan uzanırdı. O dərəcə çox pis günə düşmüşdü saçlarım. Və mənim saçıma günəşdən saç qıran düşür. Yəni öz-özünə düşmür, günəşdən düşür. Nəysə, ondan sonra zaten bunu yadıma düşəndən çox vaxt. Bu aralar işlətdiyim budur. Bunun bir böyüyü var idi. Yaxınlıqlarda bitirdim. Bu heç yerdə tapa bilmirəm mən bunu. Hardan tapa bilərəm? Ən maksimum apteklərdən və böyük mağazalardan, yəni marketlərdən tapıram. Mağaza nə idi? Ona görə kiçiyini tapdım, dedim bunu alım. Sonra da böyüyünü tapsam alaram. Və bunları dostlar indi sizə bir baycam göstərəcəm. Hamı bilir. Çox gözəldir. Mən zaten maskamı almadan əvvəl bundan istifadə edirdim baycam olaraq. Baycamı da bu, hə. O qədər gözəldir ki, qoxu barədə mi deyim, yumuşaqlıq barədə deyim. Bu arada burada göstərdiyim heç bir ürün, əşyalar, heç biri reklam deyil. Sadəcə saç baxımını çox takipçim soruşdu. Dostlar, bunu şampunlu da işlədirdim mən. 2 dənəsini bitirmişəm. Hə, ona görə yenidən alacağam. Baycam, bunu heç sevmirəm bu rəngini. Baxın, bu da baycamlı deyəsəm. İçi ağ olanı. Qoxusu zaten çox pisdir bunun. Baxın, altının rəngindən bilirəm. Boz olanda almayın. Bilirsiniz nə qoxusu verir? Qoxusu pis deyil. Amma bu qoxusu pisdir. Ağı mən bəyənmirəm. Şəxsən öz adıma bəyənmirəm. Amma bunun bu rəngi, elə üstündəki rəng də, içi də, necə göstərim? Görürsünüz, ağ deyil. Çox qəşəng qoxur. Mən indi bunu işlətmirəm. Səbəbi isə niyə işlətmirəm? Dostlar, saç maskaları alın özünüzə. Baycam çalışa biləcəyiniz qədər işlətməyin. Çünki baycam saçı tökür, maskalar saçı tökmür də, yəni. Baycam saçı tökür. Hətta mənim anamın saçı keratindir. Özünə baycam almışdı. Bahalı və çox qəşəng idi, belə aşırı qəşəng idi. Saçı bir dənə vurun, saçı o qədər düz eləyirdi və aşırı yumuşaqlıq verirdi. Hə, sonra bəs anamın saç ustası dedi ki, baycam işlətməyin, maska işlədin, çünki baycamlar saçı tökür. Ona görə həm mən baycam işlətmirəm, maskam var, işlədirəm. İşlətsəniz zaten qoyuram. Dediyim kimi reklam deyil. Bunun da qoxusu bayağı qəşəngdir. Baycam işlədəcəksinizsə, yəni məcbursunuzsa buna, mütləq bunu işlədim. Aşırı qəşəngdir. Yəni qoxusu qalıcıdır, aşırı qalıcıdır qoxusu. Mən bunu atmıram, heç qıymıram, inan satam. Dibində biraz qalıb. Nəyi də görsənir videoda, bilmirəm. Bunu işlətmişəm. Heyif olmasın deyə işlətmişəm bu arada. Yəni inanırsınız, bunda gördüyüm saç düzləşdirici, yəni yumuşaqlığı falan, heç birini bunda görmədim. Ona görə deyirəm, altı baxın mavi rəngli olanı alın. Sizdə qoxusu çox qəşəngdir. Amma indi onu işlətmirəm, bunu işlədirəm. Dediyim kimi saç rutinimi demədim. Saçımı isladıram, nəm olur. Sonra bunu vururam, 10 dəqiqə gözlədirəm, masaj eləyirəm. Sonra zaten şampunu vururam. 2 dəfə şampun vururam. Bundan yenə də ovuşdururam, masaj eləyirəm. Sonra da saçımı, bu arada saçınıza bundan vuracaqsınızsa, ümumiyyətlə bundan da vurursunuzsa, saçınız əsla ıslaq olmasın da, saçınızın bayağı bir suyunu sıxın. Çünki saçınız nəmli olsun.
yəni su olmasın saçınız. Çünki faydasını görmərsiniz. Bunu vururam saçımın suyunu sıxandan sonra. Sonra darayıram. Sonra bunu da bir 10 dəqiqə gözlədirəm. Ondan sonra da okey, olur. Bəli dostlar, saç rutinim bu qədər idi. Ümidvaram bəyənibsiniz. İndi nə edək? İndi bilməm nə edək. İndi deyə biləcək bir şey yoxdur. Televizor aşırı maraqsız gəlir. Zöhrə yatmayıb, Fidan da yatmayıb. Onlara yazaram. Amma video nə ilə çəkəcəm. Acmamışam, amma mədəm ağrıyır. Saçımı yığdım. Çünki açıq, formasız idi. Bəyənmədim. Yığdım. Sonra kuxnaya getdim. Çimənlik bir şey var. Yoxdur. Bir tık, çox tık atmışam. Bu arada üzüm sarı. Səbəbi isə yediyim bir şeydən allergiya verirəm. Səbəbi budur. Biz deyəsən bugün ancaq filmə baxacaq. Mən də sonra bir dənə işim var. Mən bu işi səhərə qədər görməliyəm. Səhərə qədər zaten oyaq qalacam. Dostlar, mənim paltarlarıma ayıracam. Və mənim dün keçən ilki paltarlarım falan, onları ayıracam indi. Yatağımın üstə tökmüşəm hamısını. Ki mənə hansı olur? Arxaya baxmayın, çox dağınıqdır. Aşırı dağınıqdır. Belə. Okey. Bu arada dostlar, mən otağımı dəyişdirim. Əslində otaq turu falan istəyirsiniz. Əslində dostlar, mən dostlar otağımda təbii ki vaxtım keçir. Sadəcə aboyları bəyənmirəm. Çünki bayağı bir... Əslində dostlar, bizim bundan əvvəlki evimiz bayağı böyük idi. Otağım mənim bayağı böyük idi. Və biz ora köçdük. Hətta ora saray kimi idi, çox böyük idi. Sonra biz də sonra bura köçdük. Burada da bir uşaq otağı var idi. Buranı da mənə verdilər. Ondan sonra da mavi falan heç bənlik deyil, bəyənmirəm. Və bu ev balacadır. O birisinə nisbətən çox balacadır bu ev. O birisinə baxanda. Və anam gilində paltarlarını mənim otağıma qoymaq məcburiyyətinə qaldılar. Və ona görə bu mənim heç xoşuma getmir, xoşuma gəlmir. Ona görə otaq turu falan çəkməyəcəm. İnşallah hava otağımı düzəldərik. Əslində dostlar, düzəldəcəkdik bu yay. Sonra Misirdə olduq. Yox, Misirdə yay olmadıq ki. Yox. A few moments. Sonra mən dediyim ki, bura otağımı yenidən eləyəcəkdik. Sadəcə biz köçəcəyik deyə. Ona görə otağımı bir də əziyyət çəkib eləmədik. Mütləq ki, o birisi yeni evimizdə bir full otaq, geyim otağı olmalıdır. Çünki biz mən ümumiyyətlə anam çox alış-veriş eləyəm. Bəli dostlar, mən ayırdım paltarları. Burada olanlardır. Buranı sabah qatlayıb qoyacaq yerinə. Və istədim ki, bir fərqlilik olsun. Nə fərqlilik, vaxtımız da keçsin özdə. Yəni, eləyə biləcək bir şey yoxdur. Otağımı böyük ehtimal indi yığışdıracam. Dərs masamın üstə qəşəng deyil. Dağınıqdır. Mən ayırdığım, geyməyəcəyim və mənim balaca olan, aşırı köhnə olan paltarlarımı göstərəcəm sizə. Okay. Dostlar, mən deyirəm də, mənim bu qədər paltarım yox idi. Baxın, bir bu qədər. Nə qədər çox burada. Bir yataq dolusu paltar yenə gətirdim. Onları da ayıracam. Bəli dostlar, indi mənimlə birlikdə sizə balaca olduğumuz paltarları göstərəcəm. Amma aşırı çoxdular, yəni. Mənim bu qədər paltarım olduğunu hər dinlə bilmirəm. Neysə, gəlin indi sizə olmayanları və anısı daha çox olanları göstərəcəm. Bunun mənə qarşı vardı, harada bilmirəm. İşər İdman Klubu. Bunu atma heç kəsə də verməyi də düşünmürəm, heç atmağı da düşünmürəm. Çünki məndə bir anısı var. Qardaşım klubudur və idman zalından oradan mən saatda vermişdim.
bir köynəyim var idi. Artıq olmur mənə. Və bu köynəyimin məndə yaxşı bir anısı yoxdur. Ona görə gedən insana xoş getsin. Bu köynəyimi heç sevmirdim. Yəni, hətta burada bir qız şəkli var idi. Mən ümumiyyətlə şit köynəkləri sevmirdim və heç burada, yəni bəzi şit köynəklərimdə evdə geyinərdim. Yəni belə aşırı şit geyinən biri deyildim. Hətta bundan daha da qəşəng paltarlarım var idi. Dediyim kimi onlar mənə keçən ildən bayağı bir balaca olurdu deyə biz onları vermişik, yəni ehtiyacı olana. Bu köynəyi həm sevmirdim. Burada qız şəkli vardı, yuyanda düşdü. O qədər sevmirdimsə. Sonra dostlar, Türkiyədən bunun altı da var idi, harada bilmirəm. Anam mənə bir pijama almışdı. Bu da şey olmur. Bu mənə əvvəl böyük olurdu. İnansız içində üzürdüm mən bunu. İndi isə olmur. Orada sonra belə bir şalvarım var idi, bayağı qəşəngdi. Mən bunu keçən qış geymişdim. Keçən qış geyiməm. Keçən çox illər əvvəl, 2-3 il əvvəl bayağı geyinmişəm. Çünki dediyim kimi şey balaca olur. Boyum bununla, yəni mənim şorti kimi olur şey. Sonra dostlar belə bir köynəyim var idi. Burada bir sancağı vardı. Mən keçən qışdan salmışdım. Zaten qalıb. Belə bunu da ataq. Ən çox sevdiyim köynəyim bu. Amma o çox balaca olur. Artıq mənə olmur. Ama çox qəşəngdir bu. Mən çox bəyənirəm. Görürsünüz, çox işıldayır. Bunu da o qədər bəyənmirdim. Bu tür köynəkləri heç sevmirəm. Heç mənlik deyil. Sonra bunu belə bir qırmızı şeyim var, ceketim var. Bunu almışdıq dəstə ilə. Bunu bayaq geyindim ki, bəlkə o dostlar, mən bunun içimə qabağı bağlanmadı. Yəni düşünə bilirsiniz. Sonra da belə bir şortikim var. Bunu 8 yaşımda ad günümdə almışdılar. Üstü var idi desəm onunla. Çox qəşəngdi, amma indi mənə və qızlar, mən inanıram ki, sizdə bunlardan bu cür şortiklərdən olub. Qış şortiki. 2 dənə olub məndə. Sonra dostlar, belə bir Zara'dan köynək almışdım. Və inanırsınız ki, bunun üstü Trendyol'dan almışdım. Üstü balaca, altı isə tam razmer olmuşdu. Altı isə böyük çıxmışdı mənə hələ. Bu il rahat geyinə bilirəm. Yəni Trendyol'dan, nə bilim, yəni kofta zaten keçən il belə Türkiyədən belə bir anam köynək almışdı, əl toxunmalı. Bunu çox sevirdim. Köynəklərim var. Bu köynəyi çox sevirdim balaca vaxtda. Rəngini və xoşuma gəlirdi, sərin idi. Dostlar, indi deyəsən otağımı sabah yığışdırmalı olacağam. Çünki indi həm halım yoxdur, həm də bilmirəm, halım yoxdur zaten. Səs gəldi. Qorxdum. Hər nəysə, indi gedək aşağı. Acıdım biraz. Çay çək. Dostlar, yağış yağır. Ekran niye bu kadar çekiyor? Hamıdan qaçır, sirrini açır göylərə. Ən çox çəkib acı yaralar açıq göynədə. O hamıdan qaçır, sirrini açır göylərə. Gözlərin aldına. İndi çay içirəm. Televizora baxıram. Yağış yağır. Belə. 4'ün yarısıdır saat. Saçımı düzəldəcəm indi. Bir dakika aşağı oldu. Belə. Yatanda öz baxımımı eləyəcəm. Yatanda eləyəcəm onu.
7-yə 8, 7-də falan yatacam. 7-də ya da 8-in yarısı falan belə yatacam. Küləkdir 3 gündür hava və günəş yoxdur. Bu gün bir tık günəş çıxmışdı, sonra getdi. İnşallah yenə çıxar. Çəkərəm. Fidan da yatıb məncə. Bu saat oyaq qalmaz o. Zöhrə də yatdı. Bütün dostlarım yatdı. Bir də mənim ayaq. Dostlar. Sesim getdi. Neysə dostlar, səhər əzanı verilir. Üzüm çoxmu sən? Saçım bayaq yığdım, belə boş oldu. Neysə. Şimdi hava açılır zaten. Oha, ışıklar. Buna bulabilirim. Ay üşüdüm. Böyle. Dostlar, hava açılmır. Belə qalıb da. Saatda neçədir bir dəqiqə baxaq. Saat 7-nin yarısıdır. Hava belədir. Adamlar durur. İnsanlar indi durur. İşə gedir. Mən indi yatacağım. Üz baxım eləyib yataq. Güneş çıxar deyə düşünürüm. Normalda bu vaxtlarda 7-nin yarısı döyəcək. 8-in yarısı yatacağım demişdim. Zaten baxın. Əllərim buzdadır. Xəstələnmək istəmirəm. Risk aldım. Avtobuslar da indi işləyir. Görürsünüz yəqin burada. Neysə, gedək yerimizə. Üz baxımı eləyim, yatım mən. İnansız ki, 1 qram yuxum yoxdur. Eşi o kadar istedi ki, ev soğuktu ki, isti neydi? Evin istiliği vurdu zaten. Benim pəncərəm tərəf belədir. Belədir və... Ay, buram da soğuk. İsti otağımı heç soğutmaq istəmirəm. Buradan güneş çıxır. Orada qırmızı nəsə var. Anlamıram, kamera netləşdi, yox göstərir. Baxın, çəhrayı nəsə çıxır, fikir verin. İndi də getdi. Ümidvaram günəş çıxmaz. Çünki yatmaq istəyirəm. Belə. Neysə, üz baxımımızı eləyib yataq. Dostlar, tezləşdirib eləyəcəm. Bəli dostlar, videonu bağlayıram. Ümidvaram videomu bəyənibsiniz. Hava zaten həmən kimidir. Göstərim. Belə. Artıq sabahladıq. Mənim bir tık yuxum gəldi. Yuxum gəlmir indi. O qədər çox. Belə yatacam. Zaten videonu editlədim. Sadəcə bu çəkdiyim arxa videolarda qoyacam. Okey. Oldu. Hazırdı. Belki yatmadan əvvəl elə onu eləyib yatdım. Sizi bayağı videosuz qoymuşdum. Tez bu günə editləyim, atım. Öpürəm sizi. Özünüzə yaxşı baxın. Sağ olun.